Və Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da vətənimizin uğurlu inkişafı üçün, Azərbaycanın çiçəklənməsi üçün mən əlimdən gələni əsirgəməyəcəyəm, Azərbaycan xalqına bundan sonra da xidmət edəcəyəm. 2011-ci il ölkəmiz üçün uğurlu il olmuşdur. 2011-ci ildə ölkə qarşısında duran əsas vəzifələr öz həllini tapmışdır. Və bu da əvvəlki illərdə aparılan islahatların bariz nümunəsidir. Bu il ölkədə 100 minə qədər yeni iş yerləri açılmışdır. 7 baş dövləti balamın can haqqı bir dənə taksılığına saxlayıram. Mənə versin dövlət bir dənə fəhləli, tikinti işi, palçıq qatım, palçıq. 500 manat, 400 manat maaş versin, taksi işlətsən mənə əhlət. Mən taksi işlətmirəm. Yaxşı, bu işi vermir, mənə da deyir taksini işlətmə. Nə qarım, mən neyiniyim, nə ilə dolanım başına? Bax, nə ilə dolanım, qadanalım. Bütövlükdə son 8 il ərzində 1 milyondan artıq yeni iş yerləri açılmışdır ki, onların mütləq əksəriyyəti daimi iş yerləridir. Cavan ailəyəm, təzə qurmuş ailəyəm. Mən bir dənə bu maşına 84-ün 07-sinə qazanıram. O ilə də mən gündə 5 mən əncə dolanışığıma gör. Gündə produktumu görür. Allaha and olsun, o ilə nə artırıb toyel gedə bilməm, nə yasa gedə bilməm, nə xeyrə, nə şey. Əncə ailəmi saxlayıram. İndi mən qardaş oradan da çıxsam, bir yerdə işləməsəm, mənim ailəmə kim baxacaq? Yoxdur, imkanı yoxdur da. Bu nə deməkdir ki? Gündə 5 manat taksi evinə pul aparanda, söyünürkən evimə 5 manat pul apardım mən. Belə olmaz axı. Bir arabamdan işləyirəm, bana qoymurlar işləmə. Nə eləyək qardaş? Hara şikayət eləyək? Kimə dəyək dərdimizi? 5 manat bundan pul qazanıb bana qoymurlar. Qardaş, nə eləyim mən? Əhalinin pul gəlirləri təxminən 20% artmışdır. İnflyasiyanın səviyyəsi təxminən 8% civarındadır. Yoxsulluğun səviyyəsi aşağı düşür. Mən 170 manatdan nətər yaşayım, hə? Nədir? Özünə ver görüm, onlar yaşaya bilirmi? O deputatların birine ver görüm, onlar yaşaya bilirmi 170 manatla? Yani bütün bu göstəricilər onu deməyə əsas verir ki, ölkəmiz çox dinamik və uğurla inkişaf edir və dünyada və Avropada iqtisadi sahədə gedən mənfi proseslərə baxmayaraq Azərbaycan inamla qabağa gedir. Agah olsun bütün cahan, gözün aydın Azərbaycan. 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 Güneş doğdu bu vətənə, gözəllikdir əldə yenə. Güneş doğdu bu vətənə, gözəllikdir əldə yenə. Prezidentim İlham sənə verəcəkdir yeni bir can. Gözün aydın Azərbaycan. Prezidentim İlham sənə verəcəkdir yeni bir can. Gözün aydın
Azerbaycan. Agah olsun bütün cahan, gözün aydın Azerbaycan. Agah olsun bütün cahan, gözün aydın Azerbaycan. Agah olsun bütün cahan, gözün aydın Azerbaycan. Agah olsun bütün cahan, gözün aydın Azerbaycan. Agah olsun bütün cahan, gözün aydın Azerbaycan. Agah olsun bütün cahan, gözün aydın Azerbaycan. Agah olsun bütün cahan, gözün aydın Azerbaycan. Bu il 900 minə yaxın pensiyaçının orta pensiyası təxminən 40% artmışdır. Dekabrın 1-dən minimum əmək haqqı artmışdır. 51 il işləmişəm, 170 manat mənə pensiya verirlər. Amma məndən aşağı olan və səviyyəcə adicə asistent olan bir adam, məndən az işləyən, 27 il işləyən adam 240 manat alır, 300 manat alırlar. Bir ölkədə iki belə qanunlar olurmu? Yəni Azərbaycan hər tərəfli və dinamik şəkildə inkişaf edir. Siyasi islahatlar uğurla aparılır. Azərbaycanda demokratiyanın inkişafı uğurla inkişaf edir. Azərbaycanda demokratiyanın inkişafı uğurla inkişaf edir. Andişmə mərasimində İlham Əliyev vəd etdi ki, hər bir Azərbaycanlının prezidenti olacaq. İstefa! 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 İstefa koymuyor, koymuyor! İstefa! Bu böyük tarixi qələbədir. Hesab edirəm ki, 20 illik müstəqillik dövründə ən böyük qələbəmizdir. Rədd olsun Əliyev rejimi! Rədd olsun arkadaşım! Səni tanıyam Murat! Oğlaş şərəfsizlər! Ermənəsinlə uğraşlar Azərbaycandan! Bax bu dönəmcə Ermənəsinlə uğraşlar! Abi mən geriye bilmirəm ayağlar ağrıyır. Azərbaycanda demokratiyanın inkişafı uğurla inkişaf edir. Adını soyadınızı deyin də. Mənim Şəhər Bey Balay. Şəhər Bey Balay. Azərbaycan Xalq Cəmiyyəti Partiyası üzvüyəm. Azərbaycan bölgədə öz mövqelərini möhkəmləndirir. Bizi ən çox narahat edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasıdır. Azərbaycan bütün dövrlərdə, xüsusilə son dövrdə öz səylərini daha da gücləndirir. Ancaq bildiyiniz kimi bu məsələnin həlli təkcə bizdən asılı deyil. Xanımlar və cənablar, növbəti ölkə isə Ermənistandır. Ermənistan bu müsabiqənin ikinci yarım finalın birinci hissəsində çıxış edəcəkdir.
Bu yol Azərbaycan xalqının iradəsi ilə seçilibdir və bizim bütün addımlarımız Azərbaycan xalqının iradəsinə əsaslanır. Bütün gördüyümüz işlərin təməlində Azərbaycan vətəndaşıdır, Azərbaycan maraqlarıdır. Azərbaycanın müsbət təcrübəsi öyrənilməlidir və geniş mənada bu təcrübədən başqa ölkələrdə istifadə etməlidirlər.